o sevgi ki faydasız sevgidir. Sevdiğinin rızasına bağlı değil ve onun emirlerini yerine getirmir. Yani bugün özünə müsəlman deyən hər bir fərdi dindirsən, deyəcək ki, mən Allah'ı sevirəm. Elədir ya, yox? Elədir. Sual verirəm. Bu sevgidir ya, yox? Bu sevgidir. Lakin faydasız sevgidir. Yəni o sevgi o sahibinə fayda gətirməyəcək. Niyə? Çünki o elə bir sevgidir ki, sevdiğinin rızasına bağlı değil o sevgi. Allah Azze ve Celle buyurur ki, Kul in kuntum tuhibbunallah fettebi'uni yuhbibkumullah ve yaghfir lekum zunubakum. Ey Muhammed, de ki, eğer siz Allah'ı sevirsizsə, fikir verin, eğer iddia edirsizsə ki, mən Allah'ı sevirəm, fettebi'uni, mənə, mənim sünnətimə, mənim risalətimə, mənim dinimə, şəriyyətimə tabi olun ki, yuhbibkumullah və Allah da sizi sevsin. Məsələ qulun Rəbbini sevməsində deyil, məsələ Rəbbin qulu sevməsindədir. Və faydalı sevgi budur.